Sumqayıt şəhərin Sülh prospektində su basmış ərazilərdə suların çəkilməsi prosesinə start verilib. Qeyd edim ki, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və briqadası cəlb olunub. Hazırda ərazidə olan sular çəkilərək boş ərazilərə, boş quyulara vurulur və avtomobillər üçün şərait yaradılır, rahat gediş-gəlişini təmin etmək məqsədi ilə. Özümüz ərazidə görürük ki, həqiqətən də suyun həcmi çox yüksəkdir və bu problemin aradan qaldırmaqdan ötürü Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları hazırda ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Sumqayıt şəhərində güclü leysan yağışlarından sonra yaranan fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir. Su basmış ərazilərdə vətəndaşların təhlükəsinin təmin olunması üçün xüsusi xidmət təşkil edilib. Məlumatlara görə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti artıq bir neçə gündür fasiləsiz olaraq səfərbər olunub. İdarənin rəisi Mirfuad Mahmudov bildirib ki, yaranmış çətin işlərə baxmayaraq, əməkdaşlar əhalinin köməyinə çatmaq üçün bütün imkanlardan istifadə edir. Onun sözlərinə görə xüsusilə azyaşlılar və yaşlı insanlar üçün təhlükə yaranan keçilməz ərazilərdə xüsusi tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su ilə dolmuş küçə və həyətlərdə vətəndaşları təhlükəsiz şəkildə keçirir, onların təxliyəsini təmin edir. Hazırda ərazilərdə suyun çəkilməsi və vəziyyətin normallaşdırılması istiqamətində işlər davam etdirilir. Qurum rəsmisi bildirib ki, görülən tədbirlər nəticəsində qısa müddət ərzində yaranmış problemin tam aradan qaldırılması gözlənilir. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.